Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Həmişə olduğu kimi yenə möhtəşəm bir mənzillə sizin qarşınızdayam. Özdə necə bir mənzil, şəhərin düz mərkəzində, qış parkının yanında, Targoviya 5-6 dəqiqəlik piyada məsafədə, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, super təmirli və tam əşyalı hər bir məişət texnikası ilə, mebellə təmin olmuş bir mənzildir. Mən mənzildə olan bütün hər şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağım. Başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda solda gözəl tresuar hissə var. Böyük güzgümüz yerləşdirilib axıra kimi. Açarlıq, aşağısı şkafdır. Burada əyləşmək üçün də yer nəzərə alınıb. Döşəməsi qranitdir. Üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmasında lüstr və spotlardan istifadə olunub. Gizli işıq da var, buralar da yerləşdirilib. Yəni, çox gözəl bir mənzildir. Mən bəyəndim, inanıram ki, siz də bəyənəcəksiniz. Girişdə, deməli, otaqların yerləşməsini sizin nəzərə çatdırım. Solda mənzilin ümumi sanitar qovşağı yerləşir. Bura qardirob, orada paltar yönüsündə yer nəzərə alınıb. Onu da göstərəcəm sizə. Bura mənzilin qonaq otağıdır. Bu hissədə gəldikdə mənzilin mətbəxi, uşaq otağı, burada isə əsas yataq otağı yerləşir. Deməli, girişin bu hissəsində nələr var? Sağ divarda gözəl travertindən istifadə olunub. Lepka daraqlar eyni zamanda hər iki tərəfdə, həm orada, həm də bu girişdə gəldi. Burada sağ tərəfdə eyni zamanda qəhvə rəngdə güzlərdən istifadə olunub. Bu da giriş hissəyə xüsusi gözəllik verir. Vaxt itirmədən keçək, qonaq otağından başlayaq. Mən bir-bir bütün otaqları, hər bir şey sizə təqdim edim. Bura artıq gördüyünüz mənzilin qonaq otağıdır. Kifayət qədər geniş ölçüsü də var, yəni təxmini 25-27 kvadrat olar, yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Dizayn əsasında təmir olunub, ona görə bütün hər bir şey, hər bir əşya, rənglər hamısı bir-birinə uyğunlaşdırılıb. Burada nəyimiz var? Gözəl divanımız, kreslo, mərkəzdə gözəl jurnalimiz. Bu hissədə mebel işləmələr var, buralar yerləşdirilib. 6 nəfərlik masamız yerləşdirilib. Bu hissədə divarda güzgülər, kondisioner, 2 ədəd lüstr var. Qonaq otağında biri burada masanın üstündə, digər isə mərkəzdə. Gizli işıq, spotlar, hamısı qaydasındadır. Burada yenə möhtəşəm TV stendimiz yığılıb. Sol tərəf və aşağı isə şkafdır. Yəni elə içərisində göstərir. Bura əşya, aksesuar, hər bir şeyi tam rahat yerləşdirə bilərsiniz. Burada şkafda eyni qayda ilə televizorumuz qoyulub hazırdır. Yəni dediyim kimi mənzil bütün əşya və mebel və texnika ilə təmin olunub. Əlavə nə isə almağa yoxdur, sadəcə gəlib yaşamaq qalır. Gəlin buradan keçək, mən sizə göstərim mənzilin ümumi sanitar qovşağını. Bayaq qeyd etdim, girişdən solda yerləşir. Möhtəşəm də təmiri var, gözəl də rənglərdən istifadə olunub. Dediyim kimi hər bir şey bir-birinə uyğunlaşdırılıb, ona görə də gözü yormur. Maraqlı teksturlar, qranitlərdən istifadə olunub. Divar üçün unitazımızı görürsünüz, gözəl, böyük moydadınımız var. Çox xoşuma gəldi, inanıram ki, dediyim kimi siz də bəyənəcəksiniz. Burada duş kabinimiz yığılıb. Burada da yeni divar içi aksesuarlardan istifadə olunub. Hər bir şey keyfiyyətlidir. Duş kabini daxil, yəni bütün aksesuarlar. Dediyim kimi canlı baxanda da hamısına şahid olacaqsınız. Burada girişdə gəldikdə bu hissədə deməli qardirob üçün burada yer nəzərə alınıb, paltaryan üçün yer burada yerləşdirilib, şkaflar yığılıb, axıra kimi burada yəni üstü də mərmərdir, paltar yumaq, ütüləmək, hər bir şey üçün yer nəzərə alınıb. Bu hissədə də yenə şkafımız yığılıb, yəni paltar, ayaqqabı, bütün əşyalar üçün kifayət qədər yer var. Bu barədə narahat olmağa dəyməz. Keçək, mən sizdə buradan göstərim mənzilin mətbəxini. Mətbəxin də ölçüsü yaxşıdır, ümumiyyətlə otaqların ölçüsü qənaət bəxşliyib, belə deyim. Görürsünüz, hər bir şey yerləşdirilib, hər bir şey hazırdır. İlk öncə onu qeyd edim, girişdə olan üstü döşəmə burada da davam etdirilib, burada döşəmə qranitdir. Bu hissədə gözəl gürşəmiz var, televizor yerləşdirilib, arxası mebel işləmələrdir. Yəni dediyim kimi dizayn əsasında təmir olunub, ona görə də hər bir şey nəzərə alınıb. 4 nəfərlik masamız yerləşdirilib bu hissədə. Mebel, mənzildə olan mebellər də bahalıdır, tanınmış markalara məxsusdur. İnşallah buna baxanda da qeyd edəcəm sizə. Pərdəmiz asılıb, dediyim kimi otaqlarda da kondisioner qoyulub hazırdır. Buradan mənzilin eyvanına da çıxış var.
Gözəl mətbəx mebelimiz yığılıb, tam axıra kimi 3 hissədən ibarətdir. Yuxarı hissəsi şkafdır. Texnikaları qoyulub, soyuducumuz, sobalar, qaz peçi, aspirator, üstü və sinəli mərmərdir. Yəni içərisində göstərim. Dərinlikdə yaxşıdır, ideal səviyyədədir. Buradan bu hissəndə tavanın göstərim, gözəl lüstr, spot, hər bir şey tam qaydasındadır. Buradan keçək, mən sizə göstərim mənzilin yataq otağını. Bura mənzilin əsas yataq otağıdır, yəni valideyn yataq otağı. Onu qeyd edim ki, otaqlarda döşəmə bambuq parketdir. Yəni bu otaq uşaq otağı, qonaq otağı və burada əlavə nəyimiz var? Taxtımız yerləşdirilib, arxası Venesianka boyadır, yenə sağ-sol membran mebellərdir. Burada şkafımız yığılıb. Gəlin içərisində göstərim. Tam axıra kimidir. Eyni zamanda burada da deməli make-upımız, mənzilin sistem kombidir, radiatorda qoyulub hazırdır. Sağ bazılı şkaflar, mərkəzdə lüstrumuz, kondisioner, yenə burada da eyni qayda ilə gözəl də lüstrumuz var burada. Və bu yataq otağının daxilində ayrıca sanitar qovşağı var. Qeyd etmişdim, mənzildə ümumilikdə 2 sanitar qovşaq var. Bu da bu yataq otağının daxilində olandır. Buranın da özünə məxsus gözəl, maraqlı, teksturalı qranitləri var. Hər bir rənglər bir-birinə uyğunlaşdırıb. Digər sanitar qovşaqdan fərqli olaraq burada qara rəngli aksesuarlardan istifadə olunub. Moydadırın göstərim gözəlliyini. Duş kabinimiz yenə yığılıb. İçərisi də genişdir, rahatdır. Nişalar, divarçı unitaz tam hazır vəziyyətdədir və burada təbii ki, isti döşəməklə təchiz olunub. Keçək uşaq otağında göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağım. Buradan isə keçirik mənzilin uşaq otağına, yəni ev sahibi uşaq otağı kimi nəzərdə tutursuz. Siz təbii ki, istəyə uyğun böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Burada 2 dənə taxt yerləşdirilib. Arxası qubqa, mərkəzdə güzgümüz. Bu hissədə şkaflarımız yığılıb, divar içi. Buranı da göstərim. Tam axıra kimidir. Eyni ilə burada və bu hissədə də yenə şkaflar var. Əşya yerləşdirmək üçün. Yəni mənzildə əşyalarınızı yerləşdirmək üçün kifayət qədər yer var. Yəni bu ayda narahat olmağa dəyməz. Bu hissədə yazı masamız var. Yenə burada da şkaflar yığılır. Gözəl də güzgümüz var. Üst durunu göstərim, tavan hissəni. Belə, mən onu qeyd edim ki, mənzildə divarlarda sədə boyadan istifadə olunub, yəni adi emulsiya və yaxud divar kağızı deyil. Belə, mən demək olar hər şey isə göstərdim mənzilin məlumatdan. Bir daha nəzərinizə çatdırım. Mənzil yerləşir 28 may və Nizam metrolarının yaxınında, Qış parkının yanında, dediyim kimi Targovya 5-6 dəqiqəlik piyada məsafədə, ümumiyyətlə şəhərdə hər yerə yaxın olan bir yerdə, düz şəhərin mərkəzində, yeni binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 3 otaqlı mənzildir. Bütün mebel və texnika ilə təmin olunub. Ölçüsü 120 kvadratdır. 17 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir və mənzilin start olaraq qiyməti 498.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.